Kimsə kitabını sata bilmir, deyir Azərbaycanlılar kitab oxumur. Tamaşası boş qalır, deyir cahillər gəlib bizi izləmədi. Mənzərənin bu cür olması ilə razılaşmaq olar. Biz intellektual fəaliyyətlərdən məhrum qalmışıq. Lakin bu reallıq fonunda bəzi intellektualların ən asan yolu seçərək xalqı qınaması, cəmiyyəti savadsızlıqda ittiham eləyib mövzunu qapatması problemin əsl kökünü ustalıqla gizlədir və mənim əsas iddiam odur ki, onlar bunu qəsdən eləyirlər. Bəs əslində niyə kitab almırıq? Çünki biz sağqalma rejimində yaşayırıq. DSK-nın dünən açıqladığı məlumata görə Azərbaycanlılar gəlirlərinin 50%-ni yalnız ərzağa xərcləyirlər. İnkişaf eləmiş iqtisadiyyatlarda bu rəqəm 10-15% civarında olur və sosioloqlar hətta 20%-i belə cəmiyyət üçün həyəcan siqnalı kimi qəbul eləyirlər. Bizdə isə qazancın yarısı birbaşa mədəyə, bioloji olaraq həyatda qalmağa gedir. Əhalinin böyük bir qismi fiziki olaraq sağqalma rejimində yaşayanda insanlardan yüksək mədəni tələbatlar gözləmək absurd, hətta qəddarlıqdır. Qida və təhlükəsizlik təminatından sonra fərdi inkişaf və estetik ehtiyaclar yaranır. Cibindəki pulun yarısını ancaq qarnını doyurmağa xərcləyən, qalan yarısı ilə kommunal və digər məcburi ödənişləri birtəhər bağlayan vətəndaş üçün 15-20 manatlıq kitab və ya teatr bileti lüksdür. Bu, intellektual gerilik deyil, iqtisadi zorakılıqdır. Bəs kitab satanlar niyə çıxıb xalqı söyür? Əslində çarəsizlikdən ən zəif hədəfə, kütləyə hücum eləyirlər. Daha çətini və cəsarət tələb eləyəni sistemli problemləri, acınacaqlı iqtisadi vəziyyəti təhlil eləyib əsl səbəbkarları tənqid eləməkdir. Məsələn, sual verməkdir ki, ey sərkərdə, niyə Gürcüstan iqtisadiyyatı son 5 ildə 2 dəfə böyüyür az qala, biz isə muğan qatırı kimi daldalı gedirik. Xalqı günahlandırmaq bu luzerlərə həm də saxta bir elitarlıq, kütlədən üstün olmaq hissi verir. Xalqı təhqir eləmək və aşağılamaq mədəniyyət xadimləri ilə sadə vətəndaşlar arasındakı onsuz da dərin olan uçurumu daha da dərinləşdirir. Təkəbbürlü şərhlər problemi həll eləmir, sadəcə qütbləşməni artırır. Cəmiyyəti mühakimə eləməzdən və ona yuxarıdan aşağı baxmazdan əvvəl onun hansı şərtlərdə həyatda qalmağa çalışdığını anlamaq lazımdır. Kiminsə çıxıb makyaja pul verirlər, kitaba yox deməsi onu üstün bir fərdə çevirmir. Əksinə, həmin rəzil həyat barədə heç nə bilməyən başıboş kimi görünür.